Və aleykumussalam və rahmetullah. Deməli, qardaş soruşur ki, kəbin olmadan oğlan öz nişanlısı ilə görüşüb danışa bilərmi? Və yaxud kəbin nə vaxt kəsilməlidir? Birincisi, qardaş, onu deyim ki, hər şeydən əvvəl evlilik niyyəti ilə qızı görmək, qızdan nəsə soruşmaq, yəni belə danışmaq olar. O da bir, iki, üç dəfə qıza baxmaq, onunla danışmaq, nə soruşmaq olar. Ta ki, qəlbin əmin olsun ki, qız necə bir qızdır. Çünki ola bilsin ki, birinci baxış, birinci nəsə soruşmaq, birinci baxış səni aldatsın, yaxşı görməyə bilərsən, utanarsan, həyəcan sənin gözünü kor eləyə bilər və s. digər səbəblərdən düzgün qərar verə bilməzsən. Ona görə qəlbin əmin olunacan bir dəfə, iki dəfə, üç dəfə, yəni baxa bilərsən. Artıq qərar verəndən sonra ki, qız sənin xoşuna gəldi və yaxud elçi göndərəndən sonra və yaxud nişanlanandan sonra kəbin olmamış danışmaq, yazışmaq, harasa alış-veriş üçün gedib gəlmək olmaz. Aydındır. Hətta valideynlər razılıq versələr belə. Kəbin mütləq olmalıdır. Və bir şeyi də qeyd edim ki, əvvəllər mən özüm də valideynlərin icazəsi ilə belə şeylərə icazə verirdim. Yəni ki, valideynlər əgər qızın vəlisi halallıq verirsə, yəni ki, nəsə danışmaq, soruşmaq, əvvəl mən özüm də buna icazə vermişəm, yəni burayı dəstəkləmişəm. Amma inşallah indi o rəydə deyiləm, o rəydən çəkinmişəm. Və bugün mənə görə səhih olan odur ki, qardaşlar, kəbin mütləq şərtdir bu şeylər üçün. İkincisi, toydan qabaq, nişanlılıq ərəfəsində, yəni bu məsələni də qeyd edeyim, toydan qabaq bu nişanlılıq ərəfəsində, indi buna alış-veriş məqsədi ilə kəsilən kəbin adı verir bəziləri bir-birlərin yaxından tanımaq üçün, tanımaq məqsədi ilə kəsilmiş kəbin verir buna və yaxud bir-birlərini daha dərindən tanısınlar. Bu məqsədlə kəsilən kəbin yaxınlıq etmək üçün kifayət edirmi, yoxsa yox? Yəni, çox vaxt görürsən, kəbin bu niyyətlə kəsilir, sonra görürsən ki, insanlar bu məsələdə həddini aşırlar. Cavab yox. Dəlillərə gəldikdə isə, böyük elə bir ki, ana fiqh qaydalarına əsasən şəriətin alimlərin ittifaq etdiyi birinci qayda nədir? Birinci dəlil nədir? Əl-adətü muhakkəmə. Adət, ənənə qanundur. Yəni, adət, ənənənin kəsdiyi qanuna tabi olmaq lazımdır. Bizdə, nəinki bizdə, həmçinin İslam dünyasındakı adət, ənənəyə görə yaxınlıq toy gecəsindən əvvəl baş verməməlidir. Hətta sən kəbin kəsdirsən belə. Elə hesab eləməlisən ki, kəbindəki yazılan şərtlərdən biri də budur. Və sən buna qol çəkmisən. Yenə deyirəm. Hətta sən kəbin kəstirsən belə elə hesab eləməlisən ki, kəbindəki yazılan şərtlərdən biri də budur və sən buna qol çəkmisən. Yəni, bu adətinə qol çəkmisən. Əgər nişanlılıq ərəfəsində, yəni kəbin kəstirmirsənsə, söhbət yəni nişanlılıq ərəfəsində kəbin kəstirən insanlardan gedir. Böyük fikri qaydalara əsasən şəriətin, alimlərin ittifaq etdikləri ikinci qayda, ikinci dəlil nədir? Əl-mərufu urfan kəl-məşruti şərtan. Adət, ənənə ilə bilinən qayda, qanunlar kəsilmiş şərtlərlə, bağlanmış şərtlərlə eyni hökmdədir. Aydındır, yenə deyirəm. Əl-mərufu urfan kəl-məşruti şərtan. Elə bir ki, usul fiqdə ən ana qaydalardan biridir. Adət, ənənə ilə bilinən qaydalar, qanunlar, əhkamlar kəsilmiş şərtlərlə, bağlanmış şərtlərlə eyni hökmdədir. Və əziz qardaş da, sən də kəbin kağızında buna qol çəkmirsən. Yəni ki, bu iş elə bir ki, toy gecəsindən əvvəl baş verməyəcək. Ona görə də dindarlar arasında nişanlılıq ərəfəsində kəsilən bu kəbin yaxınlıq üçün kifayət etmir. Və bu əməl haramdır. Aydındır, qardaş. Vəssalam.
Allah bizə eşitib faydalananlardan etsin. Selamun aleyküm və rəhmətullah.